Mənim növbəmi kəsirsiniz, qoymursunuz danışmağa. Sizə baxan gənc göstərəcək ki, əgər mən haqlıyamsa kimisə növbəsini kəsə bilərəm ki, bizim bax ziyalı onun növbəsini gör, necə gözəl kəsir sözlərlə. O da başlayacaq sözlərin kəsməyə kiminləsə müzakirə əsasında, mübahisə əsasında. Biz sizə diqqətlə qulaq asırıq, bütün fikirlərinizi hörmət edirik, amma siz bizlə müzakirəyə getmirsiniz. Biz deyirik, siz başqa yerə gedirsiniz. Biz cavab verməyə çalışırıq, siz başqa yerə gedirsiniz. Biz sözünüzü kəsmirik, sizinlə razılaşmırıq bəzi məqamlarda sadəcə. Amma gözləmək lazımdır. Mən də sizlə razılaşmayanda axıra qədər gözləyirəm, sonra cavab verirəm. Siz də məni gözləyə bilərsiniz. Mənim gözləmək sizə borcumdur. Həm bir alim kimi, ziyalı kimi, həm məndən yaşda böyük kimi, həm bir müzakirə opponenti kimi. Mən meyxanadayam, mənim instinktimdə dəyişmək var. Mənim əslində genetikamda dəyişmək var. Mən deyilən şeyə anında cavab vermək istəyirəm. Amma mən bütün ədəbimlə sakitcə gözləyirəm və qulaq asıram.